Bakıda daha bir nəfər dəm qazından öldü. Dünən saat 20 radələrində 1993-cü il təvəllüdlü Bədəl Hüseynağoğlu Əzimov yaşadığı Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək vəfat edib. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Bədəl Əzimov musiqiçi imiş. O, saz ifaçısı kimi tanınırmış. Gürcüstanın Marneylo bələdiyyəsinin ərazisində itkin düşən azərbaycanlının meyiti tapılıb. Yanvarın 18-i Qızılhacılı kəndində ov məqsədi ilə evdən çıxaraq dağlıq əraziyə yollanan 83 yaşlı Fərhəd Namazov itkin düşüb. Bugün səhər saatlarında yerli sakinlərin apardığı axtarışlar nəticəsində onun meyiti tapılıb. Araşdırma aparılır. Ət qutabında at əti DNT-si aşkarlanıb. Bu barədə aktadan məlumat verilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri Suraxan rayonu Əmircan qəsəbəsi Quliyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Quliyev Cavanşir Tahir oğluna məxsus unlu qənnadı məmulatların emalı və satışı obyektində yoxlama keçirib. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar, texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xam mallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masaları və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb. Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılaraq dayandırılıb.